6 mart 2026 tarixində saat 10 radələrində işə gedərkən elə bir yoldan oğurlanmışam. Salmışam polis idarəsində narkobiznes üzrə əməliyyatçı Bəxtiyar və işçilər tərəfindən oğurlanmışam. Yolda mənə boğuldular, işgəncə veriblər maşını. Sonra da 14-cü polis bölməsində də rəisi Süleyman narkotik götürüb, mənə götürməmişəm. Orada da döyülüb işgəncə verilmişəm. Sonra oradan Sabunçu rayon polis idarəsinə aparıblar. Vəqət saxlanma yerinə. Orada da elə bir ağ kağıdı qol çəkmədiyimə görə orada döyüb işgəncə verib. Ayın 7-si də elə bir məhkəməyə gelmişim, sanksiya məhkəməsinə. Orada da elə bir vəkilini tələb eləmişəm. Vəkilin gəlmədiyinə görə, şərait yaratmadıqlarına görə arxamı məhkəməyə çevirib etiraz bildirmişəm. Məhkəmə qurtarandan sonra sanitar qovşağında aparıb qapını arxadan bağlı mənə döyüb işgəncə veriblər. Hətta o yerə ki, başımı unitasın içine salmağa cəhd ediblər. Ta o yerə qədər ki, dedim işıqlandıracağım, ondan sonra əl çəkdilər. Xahiş edirəm, onu işıqlandırın. Blogerlərdən xahiş edirəm ki, işıqlandırın.